Salam, hörmətli izləyicilər. Xoş gördük hər birinizi. Necəsiz? Bugünkü dərsimizdə sizlər üçün Səfəvilərin hələ dövlət yaratmamışdan öncə Azərbaycanda bu Səfəvilərin ilk rüşeymi hesab olunan Ərdəbil hakimliyi haqqında məlumat verəcəm. Dərsimizə keçid alaq. İlk öncə vurğulamaq istəyirəm ki, bu Səfəvilər kimlərdir? Səfəvilər Türk tayfaları idi və bu Səfəvilərin Türk tayfası olmasından da əlavə onlarda ilk öncə deməli bir başçının adı qeyd olunur ki, bu Şeyx Səfiyyəddin İsaq Əl-Musevi Əl-Ərdəbili adlı şəxs idi ki, bu şəxs 1254-1334-cü illər dönəmində yaşamışdır və bu şəxsin rəhbərliyi altında bu Səfəvilər artıq bir sufi dərviş təriqətini yaymağa başladılar. Belə ki, bunlar əsasən İslam dininin şiəlik məzhəbini yayırdılar, əsasən şiəliyi təbliğ edirdilər və ilk başçı burada əsasını qoymuş şəxs, yenə deyirəm, adını qeyd etdiyim kimi Şeyx Səfiyyəddin adlı şəxs olmuşdu. O, bəzi mənbələrdə Türk piri adlandırılırdı, yəni tərcümədə müqəddəs Türk deyirdilər ona. Çünki yenə deyirəm, İslam dininin şiəlik məzhəbini yaydığı üçün Səfəvlərin bu sufi dərviş təriqətini, sufi dərviş orderini yaratdığı üçün belə adlanırdı və 13-cü əsr dönəmində artıq Səfəvi sufi dərviş təriqəti yaradıldı. Bundan başqa vurğulayacağıq ki, 13-cü əsr dönəmində Monqolların Azərbaycana yürüşləri dövründə sufi dərviş təriqətinin, bu Şeyx Səfiyyəddinin əsasını qoyduğu bu təriqət daha geniş şəkildə yayılmağa başladı. Ən çox da sənətkarlar və kəndlilər içərisində yayıldı. Səfəvilərin bir yüksəliş dövrü baş vermiş oldu. Onlar şiəliyi təbliğ edirdilər və bu Səfəvi sufi dərviş təriqətinin əhali içərisində sürətlə yayılmasının səbəbi oturaq əhalinin tələbini ifadə etməsi ilə bağlı idi. 14-15-ci əsrlər dönəmində isə artıq bu Səfəvilərin nümayəndələri Ərdəbil hakimi kimi mövqe qazanmağa başladılar. Ərdəbil hakimi oldular və onlar yalnız Azərbaycanda yox, eyni zamanda Kiçik Asiyada, İraqda, Suriyada öz ardıcıllarının, tərəfdarlarının sayını artırmağa nail oldular. Ümumiyyətlə, Şeyx Səfiyyəddindən başlayaraq sonraki dönəmlərdə də bu Səfəvilərin müridləri, yəni ardıcıllar, davamçılarının sayı get-gedə artırdı. Hər bir ərazidə müxtəlif tayfalar bu sufi dərviş təriqətini qəbul edərək təbliğ etməyə başlayırdılar. Burada görkəmli şəxslərdən, əsasən də Ərdəbil hakimi kimi yadda qalmış şəxslərdən Şeyx Cüneyd, Şeyx Heydər, Şeyx Sultanəli və Şeyx İsmail haqqında məlumat əldə edirik. İlk növbədə Şeyx Cüneyd haqqında danışmaq istəyirəm. Bu şəxs 1447-1460-cı illər dönəmində hakimiyyətdə oldu. Hakimiyyətdə olduğu dönəmlərdə Şeyx Cüneyd də eynən onların əsas ulu babası olan Şeyx Səfiyyəddin kimi sufi dərviş təriqətini yayırdı, təbliğat aparırdı və o Şamlı, Rumlu, Ustaclı, Qacar, Əfşar, Zülqədər, Təkəli tayfalarını öz ətrafında birləşdirməyə və öz hərbi qüvvəsini artırmağa nail olmuşdu. 1449-cu ildə Şeyx Cüneyd Ərdəbili tərk edir. Səbəb nə idi? Burada səbəb bu idi ki, artıq yavaş-yavaş Şeyx Cüneydin hakimiyyətinin qüvvətlənməsi, özünə topladığı tərəfdarların sayının çoxalması, bu artıq Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşahı narahat etdi. O, bunun nüfuzun artmasından qorxuya düşdü və Şeyx Cüneyddən Ərdəbili tərk etməyi tələb etdi. Bu tələb əsasında 1449-cu ildə Şeyx Cüneyd Ərdəbili tərk etdi və o, bundan sonra başladı Misir, Suriya, Mesopotamiya istiqamətində irəliləyib öz tərəfdarlarının sayını artırdı və bir qədər gəzdikdən sonra o Diyarbəkirə qayıtdı. Diyarbəkirə qayıdan zaman burada Şeyx Cüneyd Ağqoyunlularla ittifaq qurdu, həm də qohumluq əlaqəsi qurdu. Belə ki, Ağqoyunlu Uzun Həsənin bacısı Xədicə bəyimlə ailə həyatı quraraq bu ittifaqı möhkəmləndirdi. Artıq burada bir Ağqoyunlu Səfəvi ittifaqı meydana gəlmiş oldu. Daha sonra, müəyyən zamanlar sonra Şeyx Cüneyd deməli Şirvan və Dağıstan istiqamətində yürüşlər həyata keçirirdi və 1460-cı ildə Şeyx Cüneydin Şirvan və Dağıstan istiqamətində yürüşü baş verən zaman ona qarşı çıxdı Şirvanşah hökmdarı 1-ci Xəylullah. Belə ki, Şirvanşah hökmdarı 1-ci Xəylullah
birləşir, Qaraqoyunlu hökmdarı Cahanşahla ittifaq qurur. 1460-cı ildə Samur çayı sahilində döyüş baş verir. Bu döyüş zamanı yenidən vurğulayıram. Cahanşah, Qaraqoyunlu nümayəndəsi Cahanşah, Şirvanşah nümayəndəsi 1-ci Xəylullah ittifaq qururlar. Məhz Şeyx Cüneydə qarşı birləşirlər və onu bu döyüşdə öldürürlər. Burada artıq Şeyx Cüneydin ölümündən sonra Ərdəbildə hakimiyyət taxtına çıxır onun oğlu Şeyx Heydər. Şeyx Heydərin hakimiyyət dövrü əhatə edəcək 1460-1488-ci illər dönəmini və Şeyx Heydərin dövründə o qazi, sufi dəstələrini hərbi qaydada təşkil etdi, nizam-intizam yaratdı. Eyni zamanda ona bir gün gecə yuxuda gəlmiş, qeybdən gələn bir səs əsasında o artıq deməli bu öz tərəfdarları olan Səfəvilərin başlarına 12 imamın şərəfinə 12 zolaqlı çalma qoyulmasını əmr etdi və bundan artıq etibarən Şeyx Heydərin dövründən etibarən eyni zamanda Səfəvilər həm də Qızılbaşlar adlanmağa başladılar. Məhz 12 zolaqlı çalmaya görə. Və bir məsələni vurğulayım ki, bu 12 zolaqlı çalma davam edəcək. Nadir Şahın dövrünə qədər Səfəvilər başlarına yəni bu cür çalma taxırdılar, qoyurdular və bu 12 imamın şərəfinə taxılırdı. Çünki əsasən yenə deyirəm, onlar şiəlik məzhəbini təbliğ edirdilər. Və burada deyəcəyik ki, Nadir Şahın dövründə 12 zolaqlı çalmanı ləğv edir və başına türklər kimi 4 tərəfli 4 künc fəs, türk papağı qoymağa artıq əmr eləmişdi. Nadir Şahın dövründən artıq bu məsələ dəyişiləcək. Daha sonra Şeyx Heydər də atası Şeyx Cüneyd kimi hakimiyyətə gələn zaman Ağqoyunlarla ittifaqı möhkəmləndirdi və qohumluq əlaqəsi yaratdı. O isə dayısı qızı ilə ailə həyatı qurur. Yəni Ağqoyunlu Uzun Həsənin qızı Aləmşah bəyimlə Şeyx Heydər ailə həyatı qururlar və bu artıq evlilik, bu izdivac Ağqoyunlu Səfəvi ittifaqını möhkəmləndirir. Hətta Ağqoyunlu hökmdarı Uzun Həsən 1470-ci ildə Şeyx Heydəri Ərdəbil hakimi kimi tanıyır və Ərdəbilin irsi taxtına oturdur. Daha sonra burada bir rəqamı vurğulamaq istəyirəm ki, biz Ağqoyunlu dövlətinin keçən zaman belə bir məlumata rast gəlmişdik ki, 1468-69-cu illər dönəmində Teymuri hökmdarı Əbu Səidin Azərbaycana yürüşü baş vermişdi Ağqoyunlu üzərinə. Bu yürüş baş verən zaman Ağqoyunlunun məhz müttəfiqi Səfəvilər idi, Şeyx Heydər idi. Onlar Əbu Səidi məğlub edib öldürmüşdülər Muğanda mühasirəyə alaraq və ordularını geri çəkilməyə məcbur etmişdilər. Şeyx Heydərin 1483, 1487, 1488-ci illər dönəmində Şimali Qafqaz, Şirvan və Dağıstan istiqamətində yürüşləri baş verdi. Bu yürüşlər zamanı biz artıq deyəcəyik ki, yenidən Şeyx Heydərə qarşı bir ittifaq yaranır. Belə ki, 1488-ci ildə Şahdağ döyüşü baş verir, Şahdağ ətəyində və bu döyüşdə Sultan Yaqubla Fərrux Yasar birləşirlər. Bunlar kim idi? Ağqoyunlu hökmdarı Sultan Yaqub idi. Sultan Yaqub Uzun Həsəndən sonra hakimiyyətdə olmuş şəxs idi. Lakin Sultan Yaqub atasından fərqli olaraq o Səfəvilərlə ittifaqı davam elətdirmir. Əksinə Səfəvilərin nüfuzunun artmasından qorxuya düşdüyü üçün Səfəvilərə qarşı başlayır mübarizəyə. Və bu zaman Ağqoyunlu hökmdarı Sultan Yaqub birləşir Şirvanşah hökmdarı Fərrux Yasarla ittifaq qurur. Bu ittifaq zamanı artıq bunlar Şahdağ döyüşündə mübarizə aparırlar Şeyx Heydərə qarşı və Şeyx Heydəri bu döyüşdə öldürürlər. Yerdə qalır Şeyx Heydərin 3 az yaşlı oğlu, hansı ki bunlar Sultanəli, İbrahim və İsmail idi. Hələ İsmail 2 yaş tamam olmamışdı və Şeyx Heydərin həyat yoldaşı Aləmşah bəyim. Bunlar Sultan Yaqub tərəfindən zindana atılırlar. Şiraz yaxınlığındakı İstəxər qalasında zindana salınırlar və təxminən 4 il yarım müddətində zindanda qalırlar. Daha sonra burada Sultan Yaqub Ərdəbili zəbt edir və bu ərazini artıq öz ərazisinə qatmağa nail olur. Yəni buranı artıq öz tabiəçiliyinə qatır. Daha sonra burada müəyyən müddət həbsdə qaldıqdan sonra biz deyəcəyik ki, Ağqoyunluda müəyyən dövr ərzində hakimiyyət dəyişikliyi baş verir. Hansı ki, Sultan Yaqubun ölümündən sonra biz Baysunqur, daha sonra Rüstəm Padşahın hakimiyyətə gəlməsi haqqında məlumat əldə etmişdik. Məhz 1492-ci ildə Rüstəm Padşah Ağqoyunluda hakimiyyəti ələ alan zaman o Səfəvlərin köməyi ilə hakimiyyəti ələ almışdı və buna görə də o 1492-ci ildə
bu Şeyx Heydərin oğlanlarını həbsdən azad edir və onları Ərdəbil hakimliyinə geri qaytarır. Burada əsas başçı olur Şeyx Sultanəli. Şeyx Heydərin böyük oğlu Şeyx Sultanəli artıq burada Ərdəbildə hakimiyyəti ələ almağı bacarır. Məhz Rüstəm Padşahın köməyi ilə. Lakin daha sonra Şeyx Sultanəlinin də nüfuzunun artması Rüstəm Padşahın özünü qorxuya salır və Rüstəm Padşah başlayır Şeyx Sultanəliyə qarşı mübarizə aparmağa. Yenidən Ağqoyunlu Səfəvi qarşıdurması yaşanır və 1494-cü ildə Şəməsi döyüşü baş verir. Döyüş zamanı Rüstəm Padşah mübarizə aparır Şeyx Sultanəliyə qarşı və Şeyx Sultanəli məğlub olaraq ölür. Onun ölümündən sonra Rüstəm Padşah Ərdəbili zəbt edir və bu zaman artıq onun yerdə qalan 2 az yaşlı qardaşını bu Səfəvi müridləri, yəni davamçıları gizli yollarla Lahicana aparırlar və burada onu gizlədirlər. Təxminən 6 il müddətində burada gizlənirlər İsmayılla qardaşı. Və 1499-cu il dönəmində artıq, 99-cu ilin sonları dönəmində İsmayıl müəyyən bir həddi buluq yaşına çatdıqdan sonra deməli, Ərdəbil, Astara istiqamətinə geri qayıdacaq. Bir dəqiqə, baxın, gəlin videomuz davam edirmi? Aha, devam edirik. Deməli, 1499-da İsmayıl Lahicandan gəlir Ərdəbilə, oradan da Astaraya gəlir və burada o qarşısına 2 əsas məqsəd qoyur. Birinci növbədə Səfəvi davamçılarını öz ətrafında birləşdirməyi, toplamağı məqsəd kimi qoyur. İkinci növbədə isə Azərbaycanda hakimiyyəti ələ keçirməyə qarşısına məqsəd qoyur. Və o 1500-cü ildə bu məqsədlə Şərqi Anadoluya Ərzincana gedir. 1500-cü ildə Ərzincandan müşavirə keçirilir, yəni iclas. Bu iclasda ilk zərbənin məhz Şirvanşah hökmdarı Fərrux Yasara vurulması qərara alınır. Çünki onların bu cür parçalanma halına düşməsində, pərən-pərən düşməsində əsas səbəbkar Şirvanşah hökmdarı Fərrux Yasar olmuşdur. Hansı ki 1488 Şahdağ döyüşündə onların atasını öldürmüşdür. Və burada verilmiş qərarlar əsasında 1500-cü ilin payızında Gülüstan qalası yaxınlığında Caban döyüşü baş verdi. Gülüstan qalası biz bilirik ki 12-ci əsr dövrümüzün memarlıq abidəsidir və Şamaxıda yerləşirdi. Yəni Caban döyüşdə Şamaxı ərazisində baş vermişdi. Caban döyüşündə deyəcəyik ki, hələ burada İsmayıl şah deyil, sadəcə olaraq şeyxlik dönəmidir ki, 1500-cü ildə Şeyx İsmayıl mübarizə apardı Fərrux Yasara qarşı öz davamçıları ilə birlikdə və qalib gəldi. Caban döyüşündə Fərrux Yasar öldürüldü. Bundan sonra Səfəvilər 1501-ci ilin yaz aylarında istiqamət aldılar. Şirvanşahların paytaxtı Bakı istiqamətində Bakı qalasına yaxınlaşdılar və Şirvanşahların xəzinəsini ələ keçirdilər. Daha sonra isə Gülüstan qalasını geri qayıdaraq mühasirəyə aldılar. 1501-ci ilin burada biz deyəcəyik ki, yazında Gülüstan qalasının mühasirəsi zamanı artıq yaya doğru gedən bir zamanlarda bir xəbər gəlir ki, Ağqoyunlu nümayəndəsi Əlvənd Mirzə Təbrizdən çıxıb şimal istiqamətində irəliləyir. Burada da hətta belə bir mənbə hissəsində mətn qeyd olunur ki, Şeyx İsmayıl öz davamçılarına, ordusuna, yəni üst tutaraq söylüyor ki, sizə Gülüstan qalası mı lazımdır, yoxsa Azərbaycan taxtı mı? Hər kəs bir fikir ifadə edərək söylüyor ki, Azərbaycan taxtı lazımdır. Ona görə də onlar Gülüstan qalasının mühasirəsindən əl çəkirlər ki, Əlvənd Mirzəyə qarşı mübarizə apara bilsinlər. Və elə məhz deyəcəyik ki, biz burada 1501-ci ilin yay aylarında Şərur döyüşü baş verir. Şeyx İsmayıl Ağqoyunlu hökmdarı Əlvənd Mirzəni məğlub edir və Ağqoyunların birinci qoluna son qoyulur deyəcəyik. Daha sonra 1501-ci ilin payızında artıq Şeyx İsmayıl Təbrizə daxil olur, özünü şah elan edir, Şah İsmayıl olur, Səfəvi dövlətinin əsasını qoyur və paytaxtı Təbriz şəhəri edir. Bu bizim Ərdəbil hakimiyyətimiz haqqında olan məlumatlarımız idi. Növbəti dərslərimizdə sizlər üçün Səfəvilərin yaranması və növbəti Səfəvi Osmanlı müharibələri haqqında məlumat verəcəm. Sağ olun.